Gözünüz aydın olsun əziz vətəndaşlarımız. Bugün də yeri gəlmişkən səhər saatlarında Cəbrayıla köç olub. Bütün Cəbrayılıları da ürəkdən təbrik edirik. Əziz tamaşaçılarımız, elə efirimizi də bu mövzu ilə bağlı davam edəcəyik. Böyük qayıdışdan danışacağıq. İşğaldan azad edilən ərazilərdə yenidən olan dirçəlişdən danışacağıq və bütün bu məsələləri efirimizin ilk qonağı Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdür müavini Nazilə Rüstəmovadır qonağımız. Nazirə xanım, xoş gəlmişsiniz. Necəsiniz? Xoş gördük. Yaxşı, siz necəsiniz? Biz də yaxşıyıq, şadıq sizi görməyə və şadıq belə bir mövzuda müzakirəmizi aparmağa. Biz də şadıq, böyük qayıdışdan danışmaq qürur vericidir. Həqiqətən də belədir. Nazirə xanım, onunla başlayaq ki, bu böyük qayıdış proqramının icrasında hansı əsas prioritetlər dayanır? Bildiyiniz kimi ərazilərimizin işğaldan azad olunması, minlərlə keçmiş məcburi köçkünün doğma yurtlarına qayıtmasına və orada daimi məskunlaşmasına şərait yaratdı. Və cənab Prezident İlham Əliyevin 16 noyabr 2022-ci ildə imzaladığı işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramı, yəni bu sahədə prioritetləri müəyyənləşdirdi ki, işğaldan azad olmuş ərazilərində infrastrukturun qurulması, insanların təhlükəsiz yaşamının təmin edilməsi, ətraf mühitdə tarazlığın qorunması və iqtisadi fəaliyyətə reinteqrasiya, yəni bu dövlət proqramının əsas prioritetlərindən idi. Eləcə də Dövlət Komitəsi, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi həmin dövlət proqramında 5 bənd üzrə əsas, 12 bənd üzrə digər icraçıdır və bu bəndlərin icrası bizim fəaliyyətimizin gündəlik tərkib hissəsidir və bu çərçivədə keçmiş məcburi köçkünlərin işğaldan azad olmuş ərazilərə köçürülməsi, onların arasında sorğuların, təbliğat, təşviqat işlərinin keçirilməsi, məşğulluğun təmin edilməsi, onların müraciətləri üçün xüsusi qaynar xətt xidmətinin yaradılması, yəni işimizin əsas istiqamətləridir. Eləcə də orada sosial reabilitasiya tədbirlərinə cəlb olması və müəyyən infrastruktur layihələrdə iştirak da Dövlət Komitəsinin bu sahədəki fəaliyyətlərindən biridir. Nə gözəl. Bəs bugünə kimi böyük qayıdış layihəsi çərçivəsində artıq nə qədər vətəndaşımız, nə qədər insan doğma torpaqlarına köçürülüb? Bildiyiniz kimi işğaldan azad olmuş ərazilərdə köçürülmə tərtib olunmuş plan üzrə bərpa qrafikinə uyğun olaraq aparılır. Mərhələli şəkildə bərpa olunmuş və yenidən qurulmuş ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi davam edir. Və bugünə qədər olan məlumata görə artıq 37 yaşayış məntəqəsinə köç başlayıb ki, bunlardan 8-i şəhər, 4-ü qəsəbə, digərləri isə müxtəlif rayonlardan olan kəndlərdir. Və işğaldan azad olmuş ərazilərdə yalnız oraya köçürülən keçmiş məcburi köçkünlər deyil. Orada müxtəlif infrastruktur layihələrinə cəlb olunan təhsil, bilirsiniz, Qarabağ Universiteti fəaliyyət göstərir. Universitetin müəllim, şagird heyəti var. Müxtəlif layihələrdə çalışan əməkdaşlar var ki, yəni ümumilikdə hər biri həm geri qayıtmış əhali, həm orada çalışanlar artıq 70 mindən çox insan işğaldan azad olmuş ərazilərdə həm çalışır, həm işləyir, həm də artıq məskunlaşması təmin edilib. Nə qədər böyük bir göstərici. Özdə bu qədər az vaxtda. Bəli. Bəli. Hesablayıram o da ki, beynimdə vaxt olaraq. Növbəti sualım ondan ibarətdir ki, ümumiyyətlə böyük qayıdış çərçivəsində infrastruktur quruculuğu hal-hazırda hansı mərhələdədir? İnfrastruktur quruculuğu söz bildiyiniz kimi, yəni sürətli şəkildə davam edir. Müxtəlif kəndləri, şəhərləri əhatə edir ki, və bu sadəcə yaşayış sahələrinin tikilməsindən ibarət deyil də. Burada yol infrastrukturu qurulur, kommunal infrastruktur qurulur, digər zəruri sosial infrastrukturdur ki, təhsil müəssisələri, tibbi müəssisələr qurulur və bunlar hər biri də plan üzrə aparılır, yəni davam elətdirir və insanların rahat, təhlükəsiz yaşayışı üçün şərait yarandıqdan etibarən isə komitə onların köçürülməsini təmin edir. Bir digər məsələdən maraqlıdır ki, Nazirə xanım, ümumiyyətlə insanlar bu proqram çərçivəsində öz aid olduqları torpaqlara köçürüləndə, amma belə baxanda nə qədər uzun bir müddət keçib bunun üzərində. İnsanların həmin ərazilərdə yaşamı necə keçir, həmin ərazilərə aid olduqları torpaqlara yenidən adaptə vaxt aparırmı, vaxt alırmı? Yəni, bu cənab prezidentin də hər zaman dediyi sözdür ki, yəni insanlar, biz burada müvəqqəti məskunlaşma üçün kəndlər, qəsəbələr salınırdı, amma cənab prezident onlarla hər zaman görüşəndə bildirirdi ki, onlar işğaldan azad olmuş ərazilərə qayıdacaqlar, orada onlar üçün burada yaradıldığından da gözəl şərait yaradılacaq və həqiqətən də işğaldan azad olmuş ərazilərdə onların rahat, təhlükəsiz, ləyaqətli yaşamının təmin olunması üçün işlər görülür və Dövlət Komitəsinə çox saylı müraciətlər daxil olur. Bununla da bağlı məlumat verərdiniz.
verərdiniz? Bəli, hər kəs öz doğma torpağına qayıtmaq, tezliklə orada yaşamaq, o yerlərin dirçəldilməsində öz töhfəsini vermək istəyir, ata-baba yurdlarını yəni yenidən yaşatmaq istəyir ki, yəni hər hansı da orada adaptasiyada hər hansı bir problemlərlə rastlaşmırıq və insanlar yəni yaşlı nəsil hansı ki, işğaldan öncə orada yaşayıb, onlar da böyük həvəslə geri qayıdır və yeni nəsil hansı ki, yəni o torpaqlar işğal altında olub və oranı görməyib və onlar da o qədər böyük həvəslə, coşqu ilə qayıdırlar və işğaldan azad olmuş ərazilərin inkişafı üçün, dirçəldilməsi üçün orada yaşamaq istədiklərini bildirirlər və bunlarla bağlı Dövlət Komitəsi bilirsiniz, sorğular keçirir ki... Bax, bununla bağlı deyirsiniz ki, təbliğat, təşviqat kampaniyası, ümumiyyətlə qaynar xəttlə bağlı məlumat verərdiniz. Bu dövlət proqramda bizim əsas icraçı olduğumuz bəndlərdən biri sorğuların keçirilməsidir ki, komitənin aidiyyatı struktur bölməsi, eyni zamanda biz ADA Universiteti ilə birgə sosioloji sorğular keçiririk. İnsanların burada geri qayıdışla bağlı fikirləri, ailə tərkibi, yəni ümumiyyətlə Dövlət Komitəsinin elektron bazası mövcuddur ki, orada məcburi köçkünlərin uçuğu aparılır, onlar haqqında hər bir məlumat orada yerləşdirilib. Sorğu zamanı isə əlavə məlumatlar öyrənilir, məşğulluğa münasibəti, geri qayıdışa münasibəti öyrənilir və çox sevindirici haldır ki, sorğuların nəticəsində keçmiş köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmaq istədiyini bildirir və bununla bağlı Dövlət Komitəsi ilə həmin məcburi köçkünlər arasında razılıq protokolu imzalanır. Eyni zamanda təbliğat, təşviqat məsələləridir ki, bunlar yəni həm geri qayıtmaq istəyən köçkünlər, həm orada artıq qayıtmış və yaşayan daimi məskunlaşmış sakinlərin həyat tərzinin təbliğatı ilə əlaqədardır ki, bununla bağlı komitə kütləvi tədbirlər keçirilir, video çarxlar, posterlər, flashmoblar, sosial reklamlar hazırlanır ki, bunlar da mütəmadi olaraq həm mediada, həm sosial şəbəkələr vasitəsilə yayımlanır və insanlar, belə deyək də, qayıtmaq istəyən insanların fikri artıq o yerlərlə bağlı tam formalaşır, belə deyək, şahid olurlar yaradılan şəraiti. Həm də ki, orada yaşayan insanların həyat tərzini həm keçmiş köçkünlər, həm də bütün ictimaiyyət görür, bu maraq kəsb edir. Eyni zamanda geri qayıtmış köçkünlərin onlara dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb ki, bu 1657 qaynar xətt nömrəsidir və orada həm keçmiş məcburi köçkünlər Dövlət Komitəsinin funksional fəaliyyətləri ilə bağlı sorğularını ünvanlaya bilərlər ki, yəni müraciətlərin nəticəsi, rəhbər şəxslərin qəbuluna yazılmaq və digər məsələlər. Eyni zamanda işğaldan azad olmuş ərazilərə geri qayıtmış köçkünlər də müraciət edərək onları yəni maraqlandıran məsələlərlə bağlı suallarını ünvanlaya və cavablarını ala bilərlər. Bir daha deyərdiniz, zəhmət olmasa nömrəni? 1657 qısa nömrəsi. 1657 nömrəsi ilə əziz vətəndaşlarımız, bəlkə kimisi bilməsə, kimisi istəsə əlaqə saxlamaq üçün. Digər məsələ maraqlıdır mənə, Nazilə xanım. Bax, siz sorğular aparırsınız, zəng edirsiniz, ora köçən insanlarla əlaqə saxlayırsınız. Müsbət tərəfləri olduğu kimi narazı qaldığı məqamlar da olurmu? Həm razı qaldığı məqamlarından danışarsınız köçəndən sonra, yeni həyatı başlayandan sonra, həm də narazı qaldıqları məqamdan. Yəni dediyim kimi əsas hissə, yəni əksəriyyət razılıq olan hissədir ki, insanlar qayıdışla bağlı fikirlərini söyləyir. Bəzən ola bilər ki, kimlərsə qərarsız qala bilər. O da onların buradakı məşğulluq məsələlərlə bağlıdır, övladlarının təhsil məsələlərlə bağlıdır. Misal üçün, övladlar universitetdə təhsil alır və hazırda onlar qayıdışla bağlı qərarsızdır. Lakin onlardan da biz qısa zamanda belə deyək də geri dönüşlər alırıq və insanlar qayıdışla bağlı öz müsbət fikirlərini bildirir. Bəs köç çərçivəsində, məsəl üçün, 90-cı illərdə həmin torpaqlarda yaşayan insanların əlbəttə ki, ora köçməsi bu onların, belə deyək, öz yurdlarıdır. Bəs deyək ki, burada övladları dünyaya gəlibsə, onlar 18 yaşından yuxarıdırsa, onların da köçmə şansı varmı, yoxsa necə olur bu proses? Əlbəttə. Kimə aid olur köçmə? Yəni, hər bir məcburi köçkünə aiddir. Hər bir məcburi köçkün dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ailə tərkibləri, bəli, ailə üzvləri, yəni onlar hər biri dediyim kimi Dövlət Komitəsinin elektron bazası mövcuddur. Üzr istəyirəm, 18 yaşından yuxarı da olsa o ailə üzvü olaraq sayılır. Əlbəttə ki, ailə üzvü sayılır. Sadəcə orada misal üçün, əgər bir valideynin 3 oğlan evladı, bir qız evladı varsa, yəni qızlar mənim də ailə qururlar, gedirlər. Yəni o getdiyi əgər məcburi köçkünlə ailə qurubsa artıq onun ailə tərkibində hesablanır. Oğlanlar isə, yəni onlar ailə tərkibidir və biri valideynlə mənzildə təmin olunur, belə deyək, valideyn və övlad. Digərləri isə digər ailə başçıları kimi, əgər onlar ailədə öz həyat yoldaşları, övladlar varsa, onlar da bəli, ayrı şəkildə dövlət tərəfindən mənzildə təmin olunur. Çox gözəl. Bir də ki,
Bu məlumatı da verərdiniz ki, 2026-cı ildə hansı hədəflər qoyulub, ümumiyyətlə hansı planlar nəzərdə tutulur? Bu haqda ətraflı məlumat verərdiniz. 2026-cı ildə də dediyim kimi, yəni bu bizim əsas fəaliyyət istiqamətlərimiz üzrə işlərimiz davam edəcək. Məcburi köçkünlərlə sorğular aparılacaq ki, artıq bilirsiniz, antiterror əməliyyatı nəticəsində də azad olmuş ərazilərimiz, yəni artıq onlar, yəni tamamilə azad olmuş ərazilərimiz var ki, həmin ərazilər üzrə də sorğular aparılır. Tərtib olunmuş planlar üzrə bərpa yenidən qurma işləri aparılacaq və mərhələli şəkildə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq ki, bu qayıdış zamanı da onda nəzərinizə çatdırım ki, ilk növbədə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma yerlərində yaşayanlar ilk növbədə mənzillə təmin olunurlar. Daha sonra isə digər mənzillərdə, misal üçün kirayə yaxud qohum evlərində yaşayanlar olur. Dövləti tərəfindən mənzilə təmin olunmuşlar var ki, onlar sonraki mərhələlərdə təmin olunur. Eyni zamanda təbliğat təşviqat sahəsində də işlərimiz davam edəcək ki, yəni burada tədbirlərin keçirilməsi, sosial media üçün materialların hazırlanması hər biri davam edəcək. Nə ki, bugünkü gündə çox vacibdir göstərmək üçün, əlbəttə. Bəli, elədir. Eyni zamanda komitənin sosial müdafiə tədbirlərlə bağlı maarifləndirmə işləri var, mina təhlükəsinə, hüququn maarifləndirmə işləri var ki, yəni bunlar da davam edir ki, bildiyiniz kimi köçkünlər hər zaman müəyyən imtiyazlardan, güzəştlərdən istifadə ediblər və artıq onlar geri qayıdır, onlar keçmiş məcburi köçkündür və onlar geri qayıtdıqdan 3 il sonra bu sosial müdafiə tədbirləri başa çatacaq və komitə onlar geri qayıtmadan öncə onların təbliğat təşviqatı ilə məşğul olur, bu barədə onlara məlumat verir ki, artıq yəni onlar geri qaydanda bilir ki, sakin kimi qayıdacaq və 3 il sonra bu, misal üçün, vahid aylıq müavinətin alınmasıdır və digər güzəş və imtiyazlar başa çatacaq. Və məşğulluqla bağlı layihələrimiz icra olunur. Qaynar xətt xidməti isə davamlı olaraq fəaliyyət göstərir. 1657 yadımdadır. Digər bir məsələ də Nazirə xanım deyək ki, məcburi köçkünlər əgər onlara şans verirsə, siz deyirsiniz ki, sənədləşmə əsasında geri qayıdırlarsa öz aid olduqları torpaqlara, o zaman onların əgər üzərində olduqları ev varsa, hər hansısa mülk varsa Bakı şəhərində, onlar üzərlərində mi qalır, yoxsa onların yəni ki, artıq geri qaytarmalı olurlar? Necə olur bu proses? Yəni bu proses məcburi köçkünlərin yəni müvəqqəti məskunlaşma yerləri ilə bağlı, yəni fərdi mənzillərlə bağlı biz nəsə deyə bilmərik. Amma onların müvəqqəti məskunlaşma yerləri var ki, yataqxanalardır, sanatoriya, inzibati binalardır, bunlar aidiyyat üzrə təhvil verilir. Eyni zamanda dövlət tərəfindən mənzillər təmin olmuşdur ki, bu günə qədər 300 mindən çox keçmiş məcburi köçkün dövlət tərəfindən müxtəlif regionlarda, Bakıda, Şəkidə, Mingəçevirdə mənzillərlə təmin olunub ki, onlar dövlətin xüsusi mənzil fonduna məxsusdur və onlar geri qayıdarkən də həmin mənzilləri təhvil verirlər. Bir də ki, məsəl üçün, bəzən sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl belə bir video yayılmışdı ki, keçmiş məcburi köçkünlər Bakıda kiminsə evinə daxil olmuşlar və çıxmaq istəmirdilər. Bax, bu halda artıq onlar tamamilə öz hüququnu itirirlər, düzdürmü? Yəni, bu ev həqiqətən aid olduğu insanadır və çıxmalıdır bu keçmiş məcburi köçkün. Çünki adından da məlum olduğu kimi keçmişdir. Keçmiş məcburi köçkündür və bu necə həll olunur bu məsələlər? Bildiyiniz kimi o işğaldan azad ərazilərimiz işğaldan azad olunan zaman insanlar müxtəlif yerlərdə məskunlaşırlar. Onlardan bir qrupu da başqa şəxslərə məxsus mənzillərdə məskunlaşıb ki, və bununla bağlı cənab prezidentin 1992-98-ci illərdə məcburi köçkünlərin məskunlaşdığı evlərdən ancaq belə deyək də müvəqqəti digər yaşayış sahəsi ilə təmin olunduqda çıxarılması mümkündür və həmin ev sahibləri tərəfindən məhkəmələrə müraciət olunub, qətnamələr əldə olunub ki, yəni məhkəmə qaydasında onların ev sahibi olduğu təsdiqlənib və həmin qətnamələr Dövlət Komitəsinə təqdim olunub, onlar aidiyyat üzrə toplanıb və həmin köçkünlərin də bizdə məlumatı var və işğaldan azad olmuş ərazilərə qayıdış zamanı zəbt olunmuş mənzillərdə yaşayanların da qayıdışı, bayaq dediyim kimi qəzalı ağır şəraitdə yaşayan insanlar kimi onların da qayıdışı prioritet təşkil edir və məcburidir, bəli. Onlar geri qayıdırlar və geri qayıdan zamanda mənzili öz əsl qanuni sahibinə təhvil verilir. Yəni, əgər məcburi köçkün çıxmadığı halda ona cinayət işi də açıla bilər. Bu artıq hüquqi müstəvidə olan məsələlərdir. Yəni, dediyim kimi, məhkəmə qətnaməsi mövcuddur və onun da yeni yaşayış sahəsi ilə, öz doğma yurdunda yaşayış sahəsi ilə təmin olunması üçün komitə tərəfindən tədbir görülür. Digər bir məsələ də bizi maraqlandırır ki,
Yaxın 5 illik planlarından danışdınız. Ümumiyyətlə, məcburi köçkünlərin işlə təmin olunması prinsipi, hansı prinsip əsasında aparılır, nəyə uyğun aparılır? Komitənin, Dövlət Komitəsində aidiyyatı strukturu bölməsi var ki, keçmiş məcburi köçkünlər məşğulluğu ilə bağlı tədbirlər görülür. Bəli. Onlar peşə bacarıqlarına yiyələnir, yaxud ənənəvi bildikləri bacarıqlar yenidən onlara aşılanır. Misal üçün, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə komitənin layihələri olur ki, keçmiş məcburi köçkünlərə sertifikatların, diplomların verilməsilə bağlı birgə iş görürlər və komitənin məşğulluq sektoru tərəfindən yəni görülən işlər onların peşə biliklərinin artırılmasına, müxtəlif dərzilik, qənnatçılıq, aşbazlıq, dizayn, mühasibatlıq və müxtəlif sahələr üzrə onlara peşə bilikləri öyrədir. Eyni zamanda aidiyyatı dövlət qurumları var ki, Dövlət Məşğulluq Agentliyi kimi digər qurumlar ki, onlar da özləri öz sahələrində keçmiş məcburi köçkünlərlə işləyir, onların məşğulluğunun təmin edilməsi üçün tədbirlər görürlər. Nazilə xanım, 1657 qaynar xəttinizdən danışdınız. Ən çox nəyə görə müraciətlər olunur? Ən çox hansı mövzularla bağlı müraciətlər olunur? Müraciətlərimiz ən çox Dövlət Komitəsinin öz funksional fəaliyyəti olanda onların öz müraciətlərinin nəticəsi və komitə rəhbərliyinin qəbullarına yazılmaqla bağlıdır. İşğaldan azad olmuş ərazilərdə isə geri qayıdışla bağlıdır. Yəni, bəzən insanlar bilmirlər, siyahıya düşmək, ilk növbədə köçürülmək, yəni bunlarla bağlı. Elə buradan da demək istəyirik ki, yəni keçmiş məcburi köçkünlərin hər biri haqqında bizdə məlumat mövcuddur. Yəni, yenidən siyahıya düşmək kimi bir, belə deyək də, qayda yoxdur. Onsuz da o köçkünlər haqqında bizdə məlumat var və biz hər bir rayon üzrə, kənd üzrə köçürülmə apararkən vətəndaşların özləri ilə də əlaqə saxlayırıq. Bir də ki, gələcək 5 ilə 10 ilə artıq planlar gözlənilirmi bu ilə bağlı və deyək ki, məcburi köçkünlərin həm köçürülməsi, artıq deyək ki, 5 ildən sonra həmin ərazilərdə yaşayan insanların böyüməsi, uşaqların universitetə getməsi, bununla bağlı hansısa planlar varmı? Bununla bağlı, yəni komitənin birbaşa fəaliyyəti dediyim kimi qayıdışla bağlıdır, köçürülmə sorğularla bağlıdır. Amma bildiyiniz kimi birinci dövlət proqramı 2022-26-cı illəri əhatə edir. Artıq bu il, yəni ilk dövlət proqramı başa çatır və cənab prezidentin sərəncamı ilə növbəti 2027-30-cu illər üzrə dövlət proqramı ilə bağlı dövlət qurumlarından təkliflər alınıb. Eləcə də dövlət komitəsi öz təkliflərini verib. Yəni digər bütün tədbirlər, layihələr hər biri yəqin ki, həmin dövlət proqramından qeyd olunacaq və tanış olacaqsınız. İnşallah, ümid edirik. Nəzirə xanım, çox gözəl bir işlə məşğulsuz. Buna görə təşəkkür sizə də, komitənizə də. Uğurlar arzuluyuruq. Nə gözəl ki, vətəndaşlarımızı aid olduqları torpağa köçürülməsində siz də səbəbkar olursunuz. Bu istiqamətdə aktiv şəkildə işlərinizi görürsünüz. Çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirik ki, yəni bu işlərin də təbliğatında siz də rol oynayırsınız. İstəsəz buradan bir daha çağırış edə bilərsiniz 1657 ilə bağlı, Bəli, ya da ki, vətəndaşlarımıza bağlı. Bəli, 1657 komitənin qaynar xətt nömrəsidir. İstənilən müraciətlərlə bağlı onlar müraciət edə bilərlər və həmin müraciətlər komitənin aidiyyatı şöbələrinə yönləndirilir və iki istiqamət üzrə komitənin fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı suallarını cavab ala bilərlər. Ümid edək ki, bu söhbətimiz də həmin torpaqlara aidiyyatı olan insanlar üçün də faydalı oldu, vətəndaşlarımız üçün də faydalı oldu. Təşəkkür edirik sizə. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Əziz tamaşaçılarımız, nəzərinizə bir daha çatdıraq ki, efirimizin qonağı Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini Nazilə Rüstəmova idi. Ümumiyyətlə, bu mövzuları daimi müzakirə eləməyə hər birimizin ürəyini isidir. Bizim vətəndaşlarımızı, keçmiş məcburi köçkünlərimizi artıq vətəndaş qismində öz aid olduqları torpaqlarda görmək, onları orada firavan həyatla yaşadıqlarını görmək, mütəmadi şəkildə ünsiyyət zamanı onların orada həqiqətən nə qədər hüzurlu şəkildə yaşadığını görmək hər birimizi sevindirir. Çünki biz bunun arzusunda 30 ilə yaxın olmuşuq. Nə gözəl ki, artıq bundan keçmiş zamandakı kimi danışırıq. Amma nə olursa olsun, öz tariximizi daim xatırlamalıyıq. Heç bir zaman tariximizdə baş verən bu hadisələri unutmamalıyıq və təbii bundan sonra doğulacaq övladlarımız artıq zəfər dolu Azərbaycanda bu dünyaya göz açacaqlar, böyüyəcəklər. Onlar bəlkə də bizim qədər bu acını bilməyəcəklər. Amma bizim borcumuzdur bir valideyn olaraq, bir vətəndaş olaraq bizdən sonraki nəslə, övladlarımıza, balacalarımıza tarixi düzgün şəkildə çatdırmaq ki, onlar da öz tarixini bilsinlər. Necə deyirlər ki, ən güclü insan öz tarixini bilən